Son zamanlar gördüyüm, müşahidə etdiyim bir şeyi paylaşmaq istəyirəm. Hər kəs sanki ancaq yaxşı olduğunu göstərmək istəyir. Amma həyatda ancaq yaxşı olmaq deyə bir şey yoxdur. Bizim həm də özümüzü pis hiss etdiyimiz və bəzi qorxularımızın, duyğularımızın olduğu anlar da olur. Sadəcə olaraq onların fərqinə varıb və duyğuların içindən keçmək lazımdır. Bunu öz şəfqət deyirlər. Yəni həmin anda sadəcə olaraq özümüzə verməli olduğumuz sual budur. İndi mənim nəyə ehtiyacım var? Hər birimiz nəyə ehtiyacımız olduğunu bilsək, görüntü xatirinə yaşamarıq. Yaxşı hiss etmək xatirinə yaxşı hiss etməliyik. Yaxşı kimi pis də var. Şən olmağımız kimi kədərli olduğumuz anlar da var. Sadəcə olaraq bunun fərqinə varıb, nə hiss etdiyimizi anlayıb və o duyğunun içindən keçməliyik. Çünki həyat ancaq xoş günlərdən ibarət deyil. Həyatda kədər də var, həyatda ağlamaq da var, həyatda küsmək də var. Bu insana xas olan duyğulardır. Bu duyğuları inkar etməklə o duyğular yox olacaq deyə bir şey yoxdur. Sadəcə olaraq o duyğuların da fərqinə varmalıyıq. Gündüz kimi gecə də var.